texnodetektivlər. İndi isə təhlükəli bir mifə baxırıq. Bu tamamilə yanlışdır və çox təhlükəlidir. Heç vaxt belə etməyin. Çünki mikrodalğalı soba elektrik cərəyanı ötürmək üçün yox, elektromaqnit dalğaları ilə qidanı qızdırmaq üçün nəzərdə tutulub. Telefonun içindəki batareya, metal hissələr və elektron komponentlər bu dalğalarla reaksiyaya girərək partlaya və ya yanmağa səbəb ola bilər. Beləliklə, bugün bir texnomifi dağıtmış olduq. Texnologiya haqqında daha çox maraqlı həqiqətlər öyrənmək istəyirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək texnologiya ilə qalın, amma hər zaman doğru məlumatla.